Salam, axşamınız xeyir dəyərli dostlar. Hər birinizi salamlayıram. Hər birinizi xoş gördük. Bugün mən axşama qəşəng tofq elədim qoyun ətindən. Hər bir şeyini hazırladım. Dəyərli dostlar, tofq elədim. Tofqamda 300 dərəcə ilə 280-300 dərəcə ilə pişirəcəm. Dəyərli dostlar, bu arada mənə yorum yazmağı, bəyənmə eləməyi, abunə olmağı unutmayın. Hər birinizdən bir yorum, bir bəyənmə, bir də abunə olmağı xahiş edirəm. Əgər mənə yorum yazsanız, bəyənmə eləsəniz, abunə olsanız, mənə dəstək olmuş olarsınız. Dəyərli dostlar, bəri başdan deyim, göz haqqınızı halal eləyin. Hər birinizə öz təşəkkürümü bildirirəm. Dəyərli dostlar, mayonezlədim qəşəng, yotladım, duzladım, hamısını düzdüm. Qoyun ətidir, 1 kiloya olar qoyun ətidir. Onu qəşəng yotladım, duzladım. Tofqanın patonsuna yığdım, qəşəng sinsinə yığdım. İndi 280 və 300 dərəcədə pişirəcəm dəyərli dostlar. Bax, ayarlayıram. 280 dərəcədə. Qoy, asta-asta pişsin. Sağ olun, sağlıqla qalın. Hər birinizə öz təşəkkürümü bildirirəm. Dəyərli dostlar, mənə yorum yazmağı, abunə olmağı, bəyənməyi unutmayın. Hər birinizdən çox xahiş edirəm. Təşəkkür edirəm. Yenə də hər birinizə dəstək olanların hər birinə təşəkkür edirəm. Sağ olun, gecəniz xeyrə qalsın. Gələn videolara qədər.